Salam, kanalıma xoş gəldiniz. Bugün görüntüsü qədər ləzzəti də gözəl olan sümüyünü təmizlədiyim balıqdan ləvəngi hazırlayacağım. 800 qram qoz götürüb təmiz suyu çıxana qədər yuyuruq. Suyunu çəkməsi üçün mətbəx salfetkasının üzərinə tökürük. Yuduğumuz 2 kiloqram soğanı ət maşınından keçiririk. Çəkdiyimiz soğanı torbaya töküb tam suyu çıxana qədər möhkəm sıxırıq. Torbanın ağzını büzüb bərk sıxmaq lazımdır ki, soğanda su qalmasın. Suyu çəkilmiş qozu ət maşınından keçiririk. Suyunu sıxdığımız soğanı qoza əlavə edib qarışdırırıq. Duz istiot əlavə edib əlimizlə qarışdırırıq. Üzərinə 1 stəkan palçıq turşu əlavə edib qarışdırırıq. Yuyub təmizlədiyimiz balığı mətbəx salfetkası ilə qurulayırıq. İti bıçağın köməkliyi ilə dərini cırmadan sümüyü kəsib çıxardırıq. Ehtiyatla hərəkət etmək lazımdır ki, balığın dərisi cırılmasın. Sümüyün üzərində olan əti, balığın içərisində olan əti təmizləyib götürürük. Ətin içərisində olan kiçik sümükləri bir-bir təmizləyirik. Balıq ləvəngisini kütün balığı ilə hazırlayanda çox ləzzətli olur. Kütün balığının da sümüyü çox olduğu üçün təmizlənməyi biraz əziyyətli olur. Mən ləvəngini 2 üsulla hazırlayıram. İnşallah ikinci üsulla ləvəngi hazırlayıb paylaşacağım. Sümüyünü təmizlədiyimiz balıq ətini ət maşınından keçiririk. Ətə duz vurub yaxşı qarışdırırıq. Balığın dərisini duzlayıb çəkdiyimiz balığı dərinin üzərinə yayırıq. İstəyə görə balıq ətinə zirinc də vura bilərsiniz. Hazırladığımız ləvəngidən bol götürüb ətin üzərinə qoyub bükürük. Balığın içini yaxşı doldurmaq lazımdır ki, balıq doğrananda səliqəli görünsün. İynə sapın köməkliyi ilə sona qədər tikirik. Balığın formasının gözəl olması üçün çevirib əlimizlə ehtiyatla bastırırıq. Üzərinə duz və palçıq turşu çəkirik. Ehtiyatla soba listinə yerləşdirib 180 dərəcədə qızdırılmış sobaya qoyub üzü tam qızarana qədər bişiririk. Artıq nar kimi qızarmış balıqlarımız hazırdır. Balığı servis etmək üçün ehtiyatla doğrayırıq. Hazırladığım bu ləvəngidən 4 balıq ləvəngisi hazırlamaq olar. Ləvənginin necə gözəl şəkildə alındığını görə bilərsiniz. Yeməyimizin ləzzətli olduğu qədər dekoru da gözəl olmalıdır. Ləvənginin üzərini limon və petruşka ilə bəzəyə bilərsiniz. Əgər videomu bəyəndinizsə, kanalıma abunə olub, videolarımı izləyib, bəyənib, yorum yazmağı unutmayın. Artıq görüntüsü qədər ləzzəti də gözəl olan ləvəngimiz hazırdır.